Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Polşaya 1 milyard 33 milyon dollar dəyərində orta mənzilli 400 hava kateqoriyalı AIM-120D raketlərinin partiyasının satılmasını təsdiqləyib. APA TV TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr üzrə xarici hərbi texnika və silah tədarükünə cavabdeh olan Təhlükəsiz Əməkdaşlıq Agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, bu sövdələşməyə AIM-120D üçün nəqliyyat konteynerləri, bələdçi sistemlərin dəstləri, proqram təminatı, ehtiyat hissələri və digər avadanlıqlar da daxil olacaq. Aprelin 7-sində ABŞ Silahlı Qüvvələrinin Avropa və Afrikadakı Birləşmiş Komandanlığı hərbi texnikanın Jeşuvdakı logistika mərkəzindən Polşanın digər bazalarına köçürülməsi barədə məlumat yaymışdı. 2024-cü ilin noyabrında Polşa ABŞ-dən 175 milyon dollara F-16 qırıcılarında istifadə olunan 200-dən çox qısa mənzilli AIM-9X Sidewinder raketlərini alıb. Daha əvvəl Polşa ABŞ-dən Respublikada nüvə silahı yerləşdirməyi xahiş eləmişdi. Polşanın sürətlə silahlanması son bir ildə Belarusla olan siyasi əlaqələrin pisləşməsi ilə əlaqələndirilir. Bu ilin yanvar ayında hətta gərginlik elə bir həddə çatmışdı ki, tərəflər sərhədə ağır zirehli texnika və əlavə canlı qüvvə göndərmişdi. Bu ilin mart ayında isə Polşa hökuməti Belarus və Rusiya ilə sərhəddə Şərq qalxanı müdafiə istehkamları xəttində piyada əleyhinə minaların yerləşdirilməsi ilə əlaqədar təklif irəli sürmüşdü. Bu barədə Polşa Müdafiə Nazirliyinin müavini Pavel Beyda bildirmişdi. Onun sözlərinə görə Polşaya 1 milyona qədər piyada əleyhinə mina lazımdır. Onlar bu minaları ölkə daxilində istehsal eləmək niyyətindədirlər. Xatırladaq ki, Polşanın Belarusla sərhədinin uzunluğu təqribən 400 kilometrdir.